Naxçıvanın təhlükəsizliyi və müdafiə imkanlarının artırılması dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır. Prezident İlham Əliyevin Muxtar Respublikaya son səfəri zamanı verdiyi mesajlar Naxçıvanın müdafiəsinə və əlahiddə ümumqoşun orduya göstərilən önəmi bir daha nümayiş etdirdi. Dövlət başçısı bildirdi ki, Naxçıvanın müdafiə potensialının gücləndirilməsi daim prioritet məsələlər sırasında olub. Muxtar Respublikanın xüsusi coğrafiyası və Azərbaycanın əsas hissəsi ilə birbaşa quru bağlantısının olmaması, burada yüksək döyüş hazırlığına malik hərbi qüvvələrin formalaşdırılmasını zəruri edib. Bu istiqamətdə əsas addımlardan biri Prezident İlham Əliyevin 2013-cü il dekabrın 18-də imzaladığı fərmandan atılıb. Həmin sənədə əsasən 5-ci Ordu Korpusunun bazasında əlahiddə ümumqoşun ordu yaradılıb. Bununla da Naxçıvandakı hərbi hissələrin vahid mərkəzdən idarə olunması təkmilləşdirilib, onların döyüş qabiliyyətinin və Muxtar Respublikanın müdafiə imkanlarının artırılmasında yeni mərhələ başlayıb. Naxçıvanda əlahiddə ordunun yaradılması tarixi bir hadisədir. Azərbaycan Respublikası Prezidenti Naxçıvan əlahiddə ordusunu yaratması 2-ci Qarabağ müharibəsində öz sözünü dedi, həm Naxçıvanın qorunması, həm də ki, Qarabağ müharibəsində Naxçıvan əlahiddə ordusunun üzvləri də qəhrəmancasına döyüşdülər. Şəhidlərimiz oldu, qazilərimiz oldu. Vətən müharibəsində xidmətlərinə görə yüksək orden və medallarla təltif olundular. Müharibədən sonra da Azərbaycan ordusu öz gücünü artırır. Yeni komanda hərbi hissələri yaradılır. Bu proses Naxçıvanda da uğurla davam etdirilir. Müxtəlif qoşun növlərinə aid birləşmə və hissələrdən ibarət əlahiddə ümumqoşun ordu Naxçıvanın hava xətti ilə 275, ərazi relyefinə uyğun olaraq isə 405 kilometrdən artıq sərhəd sahəsinin müdafiəsində dayanır. Hərbi birləşmə 2018-ci ildə Günnüt əməliyyatı zamanı döyüş qabiliyyətini nümayiş etdirib. Əməliyyat nəticəsində Günnüt kəndi və ətrafındakı strateji mövqelər nəzarətə götürülüb, müdafiənin ön xətti daha əlverişli mövqelərə irəli çəkilib. Ordunun şəxsi heyəti 44 günlük vətən müharibəsində də Füzuli, Xocavənd və Şuşa istiqamətlərində aparılan əməliyyatlarda iştirak edib. Əlahiddə ümumqoşun ordu müharibədə 79 şəhid verib. Onlardan ikisi Vətən müharibəsi qəhrəmanı adına layiq görülüb. Əlahiddə ümumqoşun ordunun keçdiyi döyüş yolu onun yalnız Naxçıvanın müdafiəsində deyil, Azərbaycanın ərazi bütövlüyünün bərpasında da mühüm rol oynadığını göstərib. Vətən müharibəsindən sonra aparılan islahatlarla ordunun döyüş hazırlığı və əməliyyat imkanları daha da artırılıb. Ən böyük imtahan müharibədir. Bu müharibədən ordumuz uzaq anlaşıq çıxıb. Eyni zamanda da təlimlərdə də yüksək nəticələr əldə edir. Ali Baş Komandanın bütün sahələri olduğu kimi ən əsas da silahlı qüvvələrə, ordu quruculuğuna çox önəm verir və biz yaxınlarda daha böyük uğurların nəticəsini görəcəyik. Bircə qardaş Türkiyə ilə Pakistanla hərbi təlimlər həyata keçirilir. Bu təlimlərin bir hissəsi də Naxçıvanda həyata keçirilir. Naxçıvanın güclü olması, Naxçıvanın təhlükəsiz olması həm Azərbaycan üçün, həm dost ölkələr üçün, region ölkələr üçün önəmlidir. Vətən müharibəsində qazanılan təcrübə əsasında həyata keçirilən islahatlar əlahiddə ümumqoşun ordunun çevikliyini və müstəqil əməliyyat imkanlarını daha da artırır. Yeni komando hərbi hissələrinin yaradılması, müasir silah və texnikaların istifadəyə verilməsi də bu prosesin davamıdır. İslam Əşrəfov, Yusif Kərimli, Xəzər xəbər.